Bugün sizə bir kitabdan danışacağım. Amma bu sadəcə bir kitab hekayəsi deyil. Bu, bataqlıqlar və qayalıqlar üzərində qurulan bir ölkənin necə dünyanın ən firavan cəmiyyətlərindən birinə çevrildiyinin hekayəsidir. Bu, sadəcə Finlandiyanın yox, həm də bir millətin oyanışının, demək olar ki, bir təlimat kitabçasıdır. Və elə kitabın müəllifi Qriqori Petrov da söhbətə məhz bu sualla başlayır. Çox sadə görünür, amma bir o qədər də dərindir. Siz həyatınızı qurmağa nə zaman başlayırsınız? Bu sual təkcə finlərə deyil, əslində hər birimiz ünvanlanıb və bizim bütün bu təhlilimizin də əsasını təşkil edəcək. Yaxşı, gəlin başlayaq. Amma hər şeydən əvvəl gəlin görək Finlandiya ümumiyyətlə hansı vəziyyətdə idi? Yəni bu hekayə sıfırdan başlayan bir uğur hekayəsi deyil, heç də. Bu mənfi bir nöqtədən başlayan əsl dirçəliş hekayəsidir. Petrov hekayəyə o qədər güclü bir bənzətmə ilə başlayır ki, o, bir vaxtlar Moskvanın köhnə dövlət teatrının təməllərini yoxlayanda dəhşətli bir mənzərə ilə qarşılaşdığını danışır. Bütün o möhtəşəm bina çürümüş taxta dirəklər üzərində dayanıbmış. Petrov üçün bu, zəif təməllərə, yəni cahil, təhsilsiz və iradəsiz bir xalqa sahib olan istənilən dövlətin acı taleyinin mükəmməl bir simvolu idi. Finlandiyanın tarixinə baxanda əslində uzun bir əsarət hekayəsi görürük. Yəni əsrlərlə düz 550 il İsveçin, sonra da Rusiyanın tərkibində qalıblar. Bu xalq demək olar ki, heç vaxt öz taleyinin sahibi olmayıb, həmişə başqalarının idarə etdiyi bir ərazi olublar. Və bu siyasi əsarətə bir də sanki bəs deyilmiş kimi inanılmaz dərəcədə çətin bir coğrafiyanı əlavə edin. Bilirsiniz, Finlandiyanın öz dilindəki adı Suomidir və bu, bataqlıqlar diyarı deməkdir. Bu, sadəcə bir ad deyil, bu, ölkənin gerçəkliyidir. Əkinə demək olar ki, yararsız torpaqlar, sərt iqlim, hər yerdə qayalıqlar. Yaxşı, bəs belə bir yerdə, belə bir şəraitdə necə möcüzə yaratmaq olardı? Bax, bütün bu mənzərənin fonunda ortaya fundamental bir sual çıxır və kitabla məhz bu sualın ətrafında fırlanır. Tarixi kim yaradır? Bir-iki dahi lider, yoxsa bütöv bir xalqın ortaq iradəsi? Tarixi hərəkətə gətirən qüvvə nədir? Bu barədə bilirsiniz, iki klassik bir-birinə tamamilə zid olan fikir var. Bir tərəfdə Carlyle deyir ki, yox, tarixi qəhrəmanlar yaradır, xalq isə sadəcə onların əlində bir materialdır. Digər tərəfdə isə Tolstoy deyir ki, əksinə, liderlər xalqın içindəki enerjinin bir nəticəsidir, başqa heç nə. Və Petrovun dahilliyi də məhz burada ortaya çıxır. O deyir ki, nə Carlyle, nə də Tolstoy tamamilə haqlı deyil. Əslində, həqiqət ortadadır. Lider bir böyüdücü şüşə kimidir. O, günəşli bir gündə bütün şüaları bir nöqtəyə toplayıb alov yarata bilər, amma hava buludludursa, yəni xalqın özündə o işıq, o enerji yoxdursa, dünyanın ən böyük lideri belə heç nə edə bilməz. Beləliklə, Finlandiyanın həll yolu milli oyanış oldu. Bu hərəkatın başında dayanan, o böyüdücü şüşənin foksladığı işığın mənbəyi olan əsas ad isə Johann Wilhelm Snellman idi. Məqsəd bəlli idi. Xalqın özünü dərk etməsini, öz gücünün fərqinə varmasını təmin etmək. Deməli, baxın, bütün məsələnin açarı budur. Finlandiyanın nə nefti vardı, nə qazı, nə də bərəkətli torpaqları. Heç nəyi. Snellman və onun kimi düşünənlər başa düşürdülər ki, onların yeganə, amma ən qiymətli resursu insanlarıdır. Əgər xalqın xarakteri möhkəm, təhsili güclü və iradəsi bir olarsa, o zaman ən yararsız bataqlığı belə bir cənnətə çevirmək mümkündür. Yaxşı, bura qədər fəlsəfədən danışdıq. İndi gəlin görək, bu möhtəşəm ideyalar real həyatda necə tətbiq olundu. Yəni, Snellmanın 100 il əvvəlki fikirləri bugünkü Finlandiyanı necə formalaşdırdı? Finlandiya təhsil sisteminin təməlində tam bərabərlik prinsipi dayanır. Burada təhsil bir imtiyaz deyil, hər kəsin anadan gəlmə haqqıdır. Ona görə də varlı kasıb fərqi yoxdur, hər kəsin övladı eyni yüksək keyfiyyətli təhsili alır. Çünki ölkədə özəl məktəb deyə bir anlayış demək olar ki, yoxdur. Bütün məsuliyyət dövlətin üzərindədir. Onlar uşaqların uşaqlığını əllərindən almırlar. Təsəvvür edin, məcburi təhsil 7 yaşda başlayır. Çünki Fin təhsil sisteminə görə o yaşa qədər uşağın əsas işi oynamaq, dünyanı kəşf etmək və sosiallaşmaqdır. Və bu rəqəmə diqqət yetirin, sadəcə inanılmazdır. Gündə tam 75 dəqiqə tənəffüs. Bu, dərsdən yayınmaq deyil, əksinə dərsin bir parçasıdır. Uşaqlar enerjilərini atır, beyinlərini dincəldir və nəticədə sinifdə daha diqqətli olurlar. Və bütün bu sistemin sütunları əlbəttə ki, müəllimlərdir. Finlandiyada müəllim olmaq, həkim və ya hüquqşünas olmaq qədər çətin və bir o qədər də prestijlidir. Dövlət ən yaxşı beyinləri təhsilə cəlb edir və sonra da onlara tam olaraq güvənir. Orada sərt yoxlamalar, müfəttişlər yoxdur. Yalnız öz işini bilən peşəkar və etibar edilən müəllimlər var.
Amma Finlandiya bununla da kifayətlənmir. Heç vaxt dayanmırlar. İndi də təhsildə demək olar ki, növbəti inqilabı edirlər. Artıq ayrı-ayrı riyaziyyat, tarix, coğrafiya dərslərindən imtina edirlər. Bunun əvəzinə real həyat problemlərini, yəni fenomenləri öyrənirlər. Bu şagirdlərə bilikləri pərakəndə şəkildə yox, bir-biri ilə əlaqəli, bütöv bir şəkildə anlamağa kömək edir. İndi isə gəlin hekayənin bəlkə də ən təsirli və ən gözlənilməz hissəsinə keçək. Bu balaca, soyuq ölkənin oyanış hekayəsi öz sərhədlərini aşaraq tamamilə fərqli bir coğrafiyada, fərqli bir mədəniyyətdə necə bir qığılcım yarada bildi? Və cavab bax budur. Qriqori Petrovun Ağzaqnaqlar ölkəsində kitabı Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kemal Atatürkə o qədər güclü təsir etmişdi ki, o kitabın dərhal türk dilinə tərcümə olunmasını və bütün məktəblərin, xüsusilə də hərbi məktəblərin tədris proqramına salınmasını əmr etmişdi. Yaxşı, bəs Atatürk bu kitabda nə görmüşdü? O, Snellmanın modelində Osmanlı İmperiyasının külləri üzərində qurduğu yeni, müasir Türkiyə üçün mükəmməl bir yol xəritəsi görmüşdü. Təbii sərvətlərə deyil, məhz xalqın təhsilinə, xarakterinə və iradəsinə söykənən bir inkişaf modeli. Bu, tam olaraq onun axtardığı şeydir. Bəs bütün bu oyanışın nəticəsi nə oldu? Necə bir cəmiyyət ortaya çıxdı? Təsəvvür edin, Petrovun təsvir etdiyi Finlandiya insanların bir-birinə tamamilə güvəndiyi bir yerdir. Bufetdə heç kim yoxdur. Yeməyini götürürsən, pulunu özün kasaya qoyursan. Tramvayda bilet yoxlayan yoxdur, çünki hamının dürüstcə bilet alacağına inanılır. Bu, qanunların gücü deyil. Bu, yüksək milli vicdanın nəticəsidir. Və bütün bu hekayəni, bütün bu film möcüzəsini bəlkə də ən yaxşı ümumiləşdirən elə bu cümlədir. Onlar təbiətin onlara verdiyi ən çətin şərtləri götürdülər və insan iradəsinin, zəkasının gücü ilə onu bir sənət əsərinə çevirdilər. Və beləcə gəlib çıxdıq başladığımız yerə. O ilk suala. Finlandiyanın hekayəsi əslində bir güzgüdür. O bizə göstərir ki, nə coğrafiya, nə də çətin tarix bir bəhanə ola bilməz. Əsl dəyişiklik hər bir fərdin özündən, öz həyatını və ətrafını qurmağa başlamasından asılıdır. Bəs siz nə zaman başlayırsınız?